Ramazanın 4-cü günündəyik. Bu ayı mübarək edən ən böyük hadisə Quranın nazil olmasıdır. Günün ayəsi. Ramazan ayı insanlara doğru yolu göstərən, haqqı batildən ayıran Quranın nazil edildiyi aydır. Bəqərə 185. Günün hədisi. Peyğəmbərimiz sallallahu aleyhi və aleyhi və səlləm buyurmuşdur. Sizin ən xeyirliniz Quranı öyrənən və onu başqalarına öyrədəndir. Buxari. Qısa mesaj. Bu Ramazan hədəfimiz sadəcə oxumaq deyil, Quranın əxlaqı ilə yaşamaq olsun. Günün duası. Allahım, Quranı qəlbimizin baharı, gözümüzün nuru və qəm-kədərimizin çarəsi eylə. Bizi Quranın yolundan və sənin rəhmətindən ayırma. Amin. Sən bugün neçə ayə oxudun? Şərhlərdə yaz və bu nuru paylaşmaq üçün videonu bəyənməyi unutma. Sabah görüşərik.